Salam əziz izləyicilər, xoş gördük hər birinizi, hər vaxtınız xeyir. Bugün sizi ruhumuzun, qürurumuzun zirvəsi olan doğma Şuşadan salamlayıram. Bugün Şuşanı maşınla qarış-qarış gəzməyə yola çıxırıq. Hər döngədə sizi heyran edəcək möhtəşəm mənzərələr, yenilənən küçələr və Şuşanın o bənzərsiz ruhu gözləyir. Ən həyəcanlı və maraqlı kadrlar video irəlilədikcə qarşınıza çıxacaq. Sona da izləməyi unutmayın. Əgər bu səyahət xoşunuza gəlsə, növbət dəfə Şuşanın qədim məhəllələrini, tarixi küçələrini piyada addımlayıb hər incəliyi sizinlə bölüşəcəyik. Bu müqəddəs torpağa hər addım atanda, bu havanı hər dəfə ciyərlərimizə çəkəndə dərin bir minnətdarlıq hissi keçirdirik. Şuşanı bizə qaytaran, bu uca zirvədə bayrağımızı dalğalandıran, azadlıq dastanımızı qanı ilə yazan müqəddəs şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bizi bu qürurla yaşadan qazilərimizə, canlı sipər edən veteranlarımıza hər birinizin adından sonsuz təşəkkür edirəm. İllər boyu inamını itirməyən bu torpaqların həsrəti ilə yaşayan xalqımızın polad əzmi, birliyi və yenilməz ruhu olmasaydı, bugün burada olmaq, bu möhtəşəm mənzərəni bərabər izləmək mümkün olmazdı. Gəlin birlikdə Şuşanın küçələrini gəzək, bərpa olunan tariximizi və bu dirçəlişin hər bir anını birlikdə hiss edək. Bu torpağın hər qarşında qəhrəmanlıq, izzət və sevgi var. Şuşaya baxdıqca keçmişin kədəri yox olur, yerini böyük ümidlər, gələcəyə inam tutur. Zəfər yolu ilə gəlib bu zirvəni görmək hər birimiz üçün böyük səadətdir. Şuşa yaşayır, ucalır və öz qədim ruhu ilə hər birimizi heyran etməyə davam edir. Bu möhtəşəm dirçəlişin şahidi olmaq, bu havanı udmaq özü belə dünyanın ən gözəl duyğusudur. Ben onu bağlayacaktım görünce. Şuşa hər daşı tarixin canlı şahidi, hər küçəsi bir dastanın səhifəsidir. Bu torpağa ayaq basdıqda havanın fərqli ritmini, dağların məğrur sükutunu hiss etməmək qeyri-mümkündür. İllər boyu qəlblərdə gəzdirdiyimiz həsrət, bugün zəfərin gətirdiyi qürurla əvəz olunub. İsa bulağının zümzüməsi, Cıdır düzünün əzəməti yenidən öz doğma nəfəsini tapıb. Hər dəfə bu mənzərəyə baxanda insanın içində əvəz edilməz hiss yaşanır. Her şey oynamalı. Sen de her şey var.
Sağdan sağa göster. Buyurun. Qabaqdan göster, qabaqdan da yol davam. Turn right on Carabag Beach. Gəncə qapısı oldu. Gəncə qapısı şey, bilməm. Turn left on Mirmosa Nabab. Then turn right on Carabag Puchsi. Turn right on Carabag Puchsi. Then turn right on Gabaraga. Turn right on Gabaraga. In 100 meters, turn left on Panali San. Turn left on Panali San. Ina Vakif. Hə, bu düz yol. Bu möhtəşəm torpağın hər küçəsi, hər mənzərəsi insana ayrı bir qürur və huzur bəxş edir. Ümid edirəm ki, bu videonun vasitəsilə Şuşanın bənzərsiz havasını sizə də yaşada bildik. Qarşıda sizi daha heyran edici, hələ görünməmiş tərəfləri ilə zəngin yeni görüntülər gözləyir. Qədim qalaların sirli ruhu, bərpa olunan tarixi məkanlar və görünməyən incə detallarla dolu növbəti videomuz çox tezliklə təqdim olunacaq. Bu anları qaçırmamaq üçün kanala abunə olmağı və bildirişləri açmağı unutmayın. Fikirlərinizi şərh bölməsində bölüşsəniz çox şad olarıq. Növbəti videolarda görüşənədək sağ olun, özünüzə yaxşı baxın. Bura qalxanda mənim hamıqlar. Saxlanırlar mərdiven. Biz gəlirik. Saxlasaq. Senin navigasyon çok. Mən gördülər.